SOCAR, Aralıq dənizində ən böyük dəniz qaz ehtiyatlarından birinə malik olan Tamar yatağında 10% effektiv səhm payının əldə edilməsi üçün Union Energy şirkəti ilə müqavilə imzalayıb. İsrail sahillərində yerləşən Tamar regionun əsas təbii qaz yataqlarından olub, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır. SOCAR, İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından olan Tamar yatağında 10% paya sahib olur. Şirkətin məlumatına görə, bununla bağlı Union Energy şirkəti ilə müqavilə imzalanıb. Razılaşmanın qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur. Bununla da SOCAR, Aralıq dənizində kəşfiyyat və hasilat sahəsində investisiya layihələrini həyata keçirməyə başlayacaq. Eyni zamanda şirkət, xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək. Tamar layihəsi böyük bir layihədir. Yaxın şərq ölkələrinin, xüsusilə İsrail, İordaniya, Misirin mavi yanacaqla təmin olunmasında əhəmiyyətli rol oynayır və bir Azərbaycan brendi olaraq SOCAR-ın bu layihədə iştirak etməsi, SOCAR-ın peşəkarlığından və deyək ki, dünyada artıq qəbul olunan şirkətlər sırasında olmasının bir göstəricisidir. Tamarın tarixi hələ 1999-cu ildən başlayır. Yataqdan ilk kommersiya qazı isə 2013-cü il aprelin 1-də verilib. 2024-cü ilədək Tamarın pay bölgüsündə İsrailin İsramco və Tamar Petroleum şirkətləri, ABŞ-nin Chevron, iş adamı Aaron Frankel və Birləşmiş Ərəb Əmirliklərinin Mubadala Investment şirkəti yer tuturdu. Layihə İsraili, Misiri və Yordaniyanı təbii qazla təmin edir. Yatağın təsdiq edilən təbii qaz ehtiyatları 200 milyard kubmetr həcmində qiymətləndirilir. Bu SOCAR-ın tarixində növbəti mərhələdir. Ümumiyyətlə, bu layihədə 10% pay almaqla SOCAR qaz hasilatı layihəsində iştiraka başlamış olur, ölkə xaricindən kənarda. Təbii ki, bu SOCAR-ın biznes portfelinə uyğundur və biznes portfelinin coğrafi diversifikasiyasıdır. Atılan bu addım həm SOCAR-ın gələcəkdə gəlirlərini artırmış olacaq, həm də eyni zamanda bu tip layihələrdə beynəlxalq idarə etmədə, ölkə xaricindən kənarda bu cür layihələrdə əhəmiyyətli təcrübəsi də formalaşmış olacaq. SOCAR-ın Aralıq dənizi hövzəsində böyük oyunçuya çevrilməsi Azərbaycanın da qüdrətini göstərir. Bununla da Xəzərin Azərbaycan sektorunda əsas neft-qaz hasilatçısı olan SOCAR, beynəlxalq qaz bazarında öz mövqeyini möhkəmləndirir. SOCAR-ın Tamar kimi iri bir layihəyə qoşulması Azərbaycanın beynəlxalq neft-qaz bazarında iddialı oyunçuya çevrilməsindən xəbər verir. Bu, Prezident İlham Əliyevin TAP, TANAP, Cənub Qaz Dəhlizi və digər bu kimi miqyaslı layihələrlə həyata keçirdiyi uğurlu enerji siyasətinin növbəti vacib mərhələsidir. Bu, həmçinin onun göstəricisidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda öz nüfuzunu artırır.